Sürücülərin diqqətinə, sabahdan yeni qaydalar tətbiq edilir. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı bir sıra küçə prospektlərdə təşkil edilmiş müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir. Bu barədə report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə həmin yerlərdə bunu bildirən 5.9 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq, xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir. Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti, Aeroport şosesi, Abbasqulu Ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə eləyir. Qanunvericiliyə əsasən bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində bura daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.